bu kimi vermək lazımdır. Məsələn, burada K-li elemə vurub 160 neçə almışıq da. Eli də K-ilə vurub N ilə başlayır və sonu 6 ilə bitir. Yəni, indi burada nəyə fikir vermək lazımdır uşaqlar? Ona fikir vermək lazımdır ki, Abbas, sən eli K-ilə vuranda birinci eli elə vurub 6 ilə bitən bir ədəd almışsan. Yəni, sən nəzərə almalısan ki, eli elə vuranda kvadratı 6 ilə bitibdir də. Elə deyir uşaqlar. Eli elə vurub kvadratı 6 ilə bitən ədəd almışsan. Bu, elin özü ya 4-dür, kvadratı 6 ilə bitir, ya da 6. Bir hal bu. İkinci hal toplanma hissəsinə baxmalıydın, Abbas. Məsələn, sən görürsən ki, 6 ilə 6-nın cəmi n verib sənə. 6 ilə 6-nın cəmi n veribsə, n-in onda 6 plus 6 12 eləyir. 2 yazırsan 1 yadda. Onda n-in özü 2-dir. N-in yerinə 2 yazdın. 1 plus 1 2 eləyir. 12-dən də yadda 1 qalmışdı. M oldu 3. N 2-dir. M də 3-dür. Bunu bildik. İndi sən nəzərə al ki, sən eli elə vurub, deməli 6 ilə bitən ədəd almışsan. Elin özü də dedik ki, ya 6-dır, ya da 4-dür. İndi fikirləş ki, sən 6-nı 6-ya vuranda 36, 6 olacaq. Neçə yadda? 3 yadda. 6, 3 yadda. Onda sən 6-nı K-ya vurub 18 almalısan ki, üstünə də 3 gələsən, 21 eləsin. Onda bizim K-nın qiyməti 3 olacaq. Amma əks halı fikirləşsəydin ki, məsələn, elin özü 4-dür. El 4-dürsə, 4, 4-ün 16, 6, 1 yadda. Onda K-nın qiyməti gərək 5 olurdu ki, sən deməli 4-ü 5-ə vurasan 20, üstə gələsən 1, eləsin 21. Yaxşı, indi bir dənə əvvələ də fikir verək də. Biz 162 almışıq. 162-ni necə almışıq? M-i K ilə vuraraq almışıq. Yaxşı, indi biz burada M-in qiymətini 3 olduğunu bilirik də, yazdıq yerinə. Biz toplama hissəsindən M-in 3 olduğunu bilirdik. M-in yerinə də 3 yazanda nəzərə almalısan ki, sən 3-ü elə vurub 2 ilə bitən ədəd almışsan. 162 alınır ha burada. Yəni M-i 3-ü elə vurub 2 ilə bitən ədəd almışsansa, sən 3-ü 6-ya vurub 2 ala bilməzsən. Deməli, elin qiyməti həqiqətən də 4-dür ki, axşamın xeyir Türkan xanım, 3 vur 4, 12, 2, 1 yadda. Sonra 3 vurulsun 5, 15, yadda da 1, 16. İndi bundan da əlavə, sən birbaşa belə yaza bilərdin ki, məsələn, mən toplama hissəsindən dedim 6 plus 6 elədi 12, n oldu 2. N 2-dir. 2, 1 yadda qalıb. 1 plus 1, 2, yadda da 1, 3. M-in də 3 olduğunu bildin. Daha sonra fikir verməliydin ki, sən 3-ü, M3-dürsə, 3-ü K ilə vurub 162 almışsan. 162-ni 3-ə bölərdin, bu sənə verərdi 54. Oradan da K-nın 5 olduğunu bilərdin. Aydındır. Yəni, bax, bir neçə yolundan sən bura yanaşa bilərsən. Davamı 67-yə qədər sualınız varsa, buyurun, deyin inşallah. Hə. Baxırsınız, indi 67 nömrəli suala. Bu da vurma əməlidir. Bu da vurma əməlidir və D-nin avtomatik 4 olduğunu bilirik biz. Türkan xanım, baxın, 8-in özü olduğu kimi düşür cəmə. 0 ilə D-ni toplayıb eləcə D almışsan, yadda heç nə qalmayıbdır. 5-in özü də olduğu kimi düşür aşağı. Deməli, D ilə D-nin cəmi də sənə 18 yox, 8 verib də. Çünki 18 eləsəydi 5 yox, 5 üstə gəl, yadda qalan 1, bura 6 verərdi. Deməli, D-nin özü 4-dür. D-nin 4 olduğunu bilirik. Daha sonra indi AB-ni BA-ya vurmuşuq. A-nı AB-yə vuranda 408 almışıq. B-ni də AB-yə vuranda 544 almışıq. İndi yenə də nəzərinizdə saxlayın ki, siz B-ni B-yə vuranda sonu 4 ilə bitən ədəd almışsınız. Kvadratı 4 ilə bitən ədəd ya 8-dir, ya da 2-dir.
Amma siz B-yə 2 desəz, 2-ni lap belə A-mız 9 olsa belə, ən böyük rəqəm olsa belə, 2-ni 92-yə vuranda heç vaxt 544 almazsınız ki. Məcbursunuz ki, B-yə 8 qiymətini verəsiniz ki, siz 8-i hansısa 2 rəqəmli ədədə vuranda 544 ala biləsiniz. Məsələn, mən B-yə 8 desəm, 8, 8-in 64, 4, 6 yadda. A-ya da 6 deyərəm ki, 8, 6-nın 48, yadda da 6 var, eləsin 54. İndi A 6 olduğu halda 6, 8-in 48, 8, 4 yadda, 6, 6-nın 36, yadda da 4, 40 elədi. Yenə də cəm hissəsindən D-nin 4 olduğunu aldıq. Sonra B-ni B-yə vuranda kvadratı 4 ilə bitən ədəd alınıb deyə B-nin ya 2 ya da 8 olduğunu fikirləşə bilərsiniz ki, kvadratı 4 ilə bitsin. Və B-yə də 2 deyəndə heç vaxt 544 ala bilməzsiniz. Çünki 544-ü 2-yə böləndə bu sizə 3 rəqəmli ədəd verəcəkdi. Məsələn, olardı ki, 200 neçə. Amma halbuki AB 2 rəqəmli ədəddir, 3 rəqəmli ədəd deyil. Başa düşə bildin Türşən xanım? Ee, 74, 75'e kadar sualınız varsa buyurun qeyd edin uşaqlar. Yoxdursa mən 74-75 nömrəli sualları izah edeyim. Uşaqlar 74-75 nömrəli suallarda nə etmək lazımdır? Baxın. Gəldik məsələn 74-ün izahına. Baxıram ki, mən hər hansı bir 4 rəqəmli ədəd verilib mənə, sonu 92 ilə bitən 4 rəqəmli ədəd. Bunu M-ə bölüb 870 neçə almışam. İndi M-i də 870 neçəyə vuranda yenə də 4 rəqəmli ədəd almalıyam. Mən baxıram ki, uşaqlar, burada sağ, deməli 4 rəqəmli ədədin son 2 rəqəmini bilirəm. Mən bu halda bunu alt-alta vurma şəklində yazaram. Yəni 870 neçədirsə, mən bunu M-ə vurub almışam ki, L, M, 9, 2. İndi buradan nə edəcəm? M-i L-ə vuranda sonu 2 ilə bitən ədəd almışam. Mən bu halda həmən ədədləri fikrimdən keçirdərəm ki, 4 vur 3, 12 eləyir, yəni 2 ilə bitir. 6 vur 7, 2 ilə bitir. 6 vur 2, 2 ilə bitir. 8 vurulsun 4, 2 ilə bitir. 8 vurulsun 9, 2 ilə bitir. Yəni, bu sonu hasılı 2 ilə bitən ədədlərimiz bunlardır. Amma əsas olaraq siz nəyə fikir verməlisiniz? Siz M-i 7-yə vuranda, yadda da nəsə qalar, üzərinə gələrsiniz, 9 almalısınız buradan. Və yaxud da elə verdiyiniz qiymət, baxın, burada neçədirsə, yuxarıda neçədirsə, hasildə də el həmən qiyməti almalıdır, həmçinin M-in özü də. Məsələn, siz M-ə 6, elə 2 versəz, 6 vur 2, bu sizə nə verər uşaqlar? 12 verər, elə deyil. 6 vur 2, 12-dirsə, deməli 2, 1 yadda. 6, 7-nin 42, yadda da bir 43 eləyir. Heç vaxt 9 yaranmır burada. Həm də əvvəlcədən fikirləşə bilərdiniz ki, mən elə 2 demişəm, amma 6-nı 870 neçəyə vuranda 6, 8-in 48 eləyir də. Ən azından el 4 olacaq aşağıda. Yəni, burada bir yandan elə 2 verib, digər yandan eli 4 alıramsa, bu düzgün deyil, axı, eyni qiymət alınmalıdır. Həmçinin, məsələn, mən götürüb burada 7 versəm, M-ə 7, elə 6 versəm, 7-ni 7-yə vurub 49, mən üstünə 4 gəlsəm, 53 eləyər də. Yəni, 7-6 kimi fikirləşsəm, hətta 6-7 kimi fikirləşsəm belə. Yəni, bunların heç biri mümkün deyil. Ancaq və ancaq burada biz M-ə 4 versək, elə də 3 qiymətini versək, 4 üçün 12, 2, 1 yadda. 4, 7-nin 28, yadda da bir 29, 9, 2 yadda. 4, 8-in 32, yadda da 2 var deyə bu bizə verəcək 34-ü. Deməli, L ilə M-in cəmi bizə 7 verəcək. Aydındır uşaqlar? Həmçinin, baxın, başa düşdünüzsə 75-ə keçək uşaqlar. 75-i izah edeyim. Yəni, bunu burada M-ə elə qiymət verməliydiniz ki, sonu 2 ilə bitən hansı ədədlər ödəyir?
Məsələn, 75 nömrəli suala baxırıq. Mən artıq bayaqki sualda vurmaya nəyə çevirdim? Son rəqəmləri bilirdim deyə. 4 rəqəmli ədədin son rəqəmlərini bilirdim. Amma məsələn, mən burada 75 nömrəli sualda baxıram ki, ilk rəqəmi bilirəm də, bu 90 neçədir. Mən bunu çubuqlu bölmə şəklində yazaram. Məsələn, 9K, 9K. Böləcəm 12-yə, L 0, L dəfə bölünübdür. İndi uşaqlar, 9 12-yə bölünmür ki, təbii ki, biz bunu 2 rəqəmli kimi götürüb 12-yə bölək, L dəfə tam bölünübdür. Tam bölündüyün hardan bilirik? 0 yaranıb ortada. 0 hansı halda yaranır ortada? Məsələn, götürdüyüm bu 90 neçə ədədi? 12-yə bölünür 8 dəfə, 8 vur 12 eləyir 96. İndi K da 6-dır, fərqləri 0 eləyir. 9-u gətirdim, 9 bölünmür 12-yə. K-nı gətirəndə yerinə, yəni K da 6-dır deyə, 6-nı yenə də gətirəcəm yanına. 2 eyni rəqəm gətirdiyim halda ortaya 0 atıram mən. Yenə də deyirəm, əgər ortada 0 alınırsa burada, deməli bu 90 neçə ədədidir? 12-yə tam bölünübdür. Sonra 9 gəlibdir, bölünmür. 6-nı da gətirmişəm, 0 atmışam. 96 12-yə yenə də 8 dəfə bölünür. İndi yenə 8 vur 12, 96, fərq 0. İndi biz bildik ki, uşaqlar K 8-dir, yox, L 8-dir, K 6-dır. L 8-dir, K 6-dır. İndi M-ilə N-ə fikir vermək lazımdır. Növbəti hesablamada. Mən bunu bölməyə ona görə çevirdim ki, burada ilk rəqəmi bilirdim. Amma mən ikinci ifadəni yenə də alt-alta vurma şəklində yazaram. 404 vurulsun bu 1N 2 rəqəmli ədədinə. Burada alınır M4, M4. Deməli, uşaqlar, məsələn, mən burada 404-ü bu 2 rəqəmli ədədə vuranda nə etməliydim? Birinci, N-i vururuq 404-ə. Məsələn, alınıb 3 rəqəmli ya da hansısa bir ədəddə yazdım buradan. Sonra 1-i vuranda 1 vaid soldan yazırıq. Bu şəkildə. Sonra toplayanda ən sonuncu rəqəm, yəni N-i 4-ə vurub aldığım sonuncu rəqəmin özü olduğu kimi düşür aşağı. İndi burada da sonuncu rəqəmimiz hasildən alınan ədədin sonuncu rəqəmi 4-dür. Deməli, mən N-i 4-ə vuranda 4 ilə bitən ədəd almalıyam. Hasili 4 ilə bitən ədəd, yəni 4-ə vuranda hasili 4 ilə bitən ədəd alınırsa, deməli, N-in özü ya 1-dir, ya da 6-dır. İndi mən N, yəni 6 vur 4, 24, 1 vur 4, 4. Yəni 1 ilə 6-nı 4-ə vuranda sonu 4 ilə bitən ədəd alaram. Amma mən burada N-ə 6 deyə bilmərəm, uşaqlar. N-ə ona görə 6 deyə bilmərəm ki, mən K-ya 6 vermişəm artıq. K-nı 6 almışam. Mən K-nı 6 almışamsa, artıq N-ə 6 qiymətini verə bilmərəm. Ona görə N avtomatik olur 1. İndi N 1-dirsə, siz 11-i 404-ə vuranda 1 vur 404 eləyir 404. Növbəti 1 vur 404 eləyir 404. Alt-alta toplayanda 4444 alırıq. Deməli, M də 4 oldu. Və ümumilikdə bu cəmdə 19 oldu. İndi bəs deyə bilərdiniz ki, müəllim, bəlkə mən eləcə birinci bölməni yerinə yetirməmişəm, K-dan xəbərim yoxdur, ikinci ifadəni yerinə yetirirəm. Niyə, nə bilim, indi K 6 olacaq. K-nın 6 olacağını bilməsəz də uşaqlar, siz N-ə 6 verəndə M-in özü 6 alınır. N-ə 6 qiymətini versəydiniz, M-in özünü də 6 alardınız. İki müxtəlif hərfi eyni qiymət ala bilməz deyə, ona görə N 6 olmadı, 1 oldu. Yaxşı, uşaqlar, bəs 83-ə qədər nəsə sualınız var? 83-ə qədər heç bir sualınız yoxdursa, 83 nömrəli sualın özünə baxırıq. Aha. Baxa, uşaqlar, 83 nömrəli sualda nə etmək lazımdır? Baxırsınız ki, K plus L bizə X-i veribdir. Yazıram ki, burada K plus L bərabərdir X-in özünə. L plus P Y-ə bərabərdir. Bəs ikinci, üçüncü ifadədən nə görürsünüz? X çıxılsın P 2-dir. Onda siz buradan X-i tapanda 2 plus P-yə bərabər olacaq.
Y çıxılsın K'nın özü 4'dür. Siz Y tapanda 4 plus K'ya beraber olacaq. Ben indi X'in 2 plus P'ye beraber olduğunu bildim. Y'in de 4 plus K'ya beraber olduğunu bildim. Gətirib yazaram yerine. K üstəgəl L bərabərdir. 2 plus P yazıram X'in əvəzində. Daha sonra L plus P de beraberdir. Y'in yerine de 4 plus K yazıram. Daha sonra uşaqlar mən burada bu iki ifadəni alt-alta toplayacağım. Sol tərəfdə K, L, P cəmi alınacaq. Sağ tərəfdə isə 2 plus P plus 4 plus K. Yəni nəticədə 6 plus P plus K alınır. Hər tərəfdən eyni dəyişənlərin hər birini siləndən sonra, məsələn, solda da K var, sağda da mən tutaq ki, K-ları bir tərəfə keçirdəndə K çıxqa 0 eləyəcək. P-ləri bir tərəfə keçirdəndə 0 eləyəcək. Sol tərəfdə 2L, sağ tərəfdə 6 qalır. L-in özü nəyə bərabərdir? 3-ə bərabərdir. Məndən də L-i soruşurdu. Seksen altıya qədər sualınız yoxdursa, 86-nı izah edeyim. Hə, deməli uşaqlar, 86 nömrəli sualda nəyə fikir verməlisiniz? M-in 5 olduğu birinci ifadədən bəllidir. Çünki 0 plus M 0 ilə bitibsə, deməli bu sağdakı sütunun cəmi 10 eləyibdir də. 2 dənə rəqəmin cəmindən 0 alınırsa, deməli o cəm həmişə 10-dur. İndi M ilə M-in cəmi 10 eləyibsə, deməli M-imiz 5-dir bizim. M-imiz 5-dir, yadda da 1 var onda. Onda K-nın özü də 9-dur. Niyə uşaqlar? Çünki biz, daha K-nın özü də 8-dir. Buna səbəb odur ki, biz dedik ki, toplananlardan biri əgər cəmdə yaranırsa, deməli, sağdan yadda 1 qalırsa, digərlərinin cəmi 9-dur. Sağdan yadda 1 qalmırsa, digərlərinin cəmi 10-dur. Məsələn, K plus 1 plus K-nın cəmindən yenə də cəmdə K almışamsa, deməli, K plus 1 9 eləyir. Sağda da yadda 1 qalıb deyə olur 10. Üstünə K gələndə də yazırıq K 1 yadda və yaxud da indi K yazılır bura. İndi bu 10 neçədir? Təbii ki, burada onda 1 də olar, 1 olar da. İndi niyə? Baxın uşaqlar. Mən dedim ki, bəli, indi K ilə 1-in cəmi 9 olmalıdır. Onda K 8-dir ki, 8 plus 1 9. Yadda da 1 var 10. Üstə gəl 8 olacaq 18. Yəni T-nin özü 1-dir, K 8-dir. İndi siz K-nı K-ya vuranda da 8 vur 8 nə almışsınız? 64 almışsınız. İndi L ilə P-nin cəmi də bizə 10 verəcək. Yəni M-in 5 olduğunu bildik. Yadda 1 qalırsa, K plus 1 plus K-dan cəmdə K yaranıbsa, K plus 1 9 eləməlidir. Yadda da 1 var 10, üstə gəl K 10K. Yəni yenə də deyirəm, K ilə 1-in cəminin 9 eləməsi üçün onda K-nın özü 8 olmalıydı. Sonra uşaqlar 89 nömrəli sual. Seksen dokuz nömrəli suala baxırıq. Burada nə verilibdir bizə görə? Hə, burada da toplama verilibdir bizə. İndi aydın məsələdir ki, uşaqlar. Burada 89-da hər bir sütunda 2 dənə A var, 2 dənə də B var. Növbəti sütunda da 2A, 2B var. Deməli, burada hər bir sütunun cəmi eyni ədədi verməlidir mənə. Baxırsınız ki, 3 ilə başlayır, 4 ilə bitir. Deməli, bu 34-dür də. 34-dür ki, 4, 3 yadda. Növbəti sütun üzrə cəmdə 34, yadda da 3 eləyib 37.
İndi siz bildiniz ki bir sütun üzrə cəm 34'tür. Yəni bir sütunda da 2 dənə A, 2 dənə B var. 34'ə bərabərdirsə, A ilə B-nin cəmi onda nəyə bərabərdir? 34'ü 2-yə böləndə 17-yə. Əzizə xanım, başa düşə bildin? Bəli, bəli. Davam eləyirik. 91'ə qədər sualınız varsa qeyd eləyin. Yoxdursa 91 nömrəli suala baxırıq. Hə. Baxın uşaqlar, mən sizə bir neçə dənə qayda yazdırmışdım ki, o qaydalardan biri bu idi ki, 4 rəqəmli ədəddən də bu deməli 4 rəqəmli ədəddən tərsini çıxanda alınan ədədin rəqəmləri cəmi neçə olmalıydı? 18 olmalıydı. Müəllim, onda cavab B bəndidir. Hə, B bəndi bilirsiniz niyə B bəndidir? Çünki biz deyirik ki, bizim 4 rəqəmli ədəddən tərsini çıxanda alınan ədədin rəqəm cəmi 18 olmalıdır. Siz də variantlarda baxırsınız ki, bir neçəsinin rəqəmləri cəmi 18 eləyir. Amma sizə minimum lazımdır. Deməli, sizə rəqəmləri cəmi 18 eləyən ən kiçik ədəd lazımdır, onu da variantlardan seçməlisiniz. Mənim 92-də mənim sualım idi. Burada M ilə K-nı tapdım birinci tərəfə. 4 ilə 7 qoydum. Birinci altdan 5 qoymuşdum, uyğun gəlmədi. 4 ilə 7 də elə ən uyğun gələn variant. Birinci tərəf elədim, amma ikinci tərəfdə X-i tapdım, Y-i tapmadım. Bax 92 nömrəli sualda sən Y-i dedin, X-i tapdım, Y-i tapmadım. Bəli, X-i 3 tapdım, K-ya 7, M-ə 4 qoyub. Birinci tərəfdə alınır. 7-dən 4 eləyir 11, bir Hə, yadda. hə, 1-dən gözəl. 1, 2, bir də yadda 3. Bu 4-lə də sualda 7, 11. bu suala baxan kimi elə Y-i tapmaq olur. Çünki mən sizə demişdim keçən dərsdə. 3 rəqəmli ədəddən də tərsini çıxanda alınan ədədin rəqəmləri cəmi 18 olmalıydı. Ortadakı da həmişə 9 olmalıydı. Yəni indi sən K M-dən MLK çıxmısansa, bizim Y-imiz həmişə 9 olacaq. Ona fikir verməmişəm Bəli. müəllim. Hə. Yəni bu 9 olacaq. Yəni Y 9-dur. Və sən 9 ilə də X-i toplayırsansa, həmişə 9-dan böyük bir ədəd alassan. Çünki X sıfırdan fərqli bir rəqəmdir. 9-dan böyükdə variantlarda təkcə 11 var. İndi bu o demək deyil, burada 13 də olsaydı götürərdim, 12 də olsaydı götürərdim. Xeyr. Əslində X-i də rahat şəkildə tapmaq olur. Çünki biz birinci ifadəyə baxırıq. M ilə K-nın cəmi bizə nə verir? M ilə K-nın cəmi bizə 11 verir. Çünki sən bunu sol tərəfdən də görürsən. K plus M 11 eləyir. M plus K da 11'dir. 1 yadda qalır. Ellərimiz 1'dir bizim. 1 plus 1 2. Yadda da 1 3. Amma fərq hissəsindən biz X-i necə tapa bilərdik? Yəni sən fikir verməliydin ki, sən K-dan M-i çıxa bilirsən. M-dən K-nı çıxa bilmirsən. Çünki biz həmişə böyük ədəddən kiçiyi çıxırıq. Yəni sən M-dən K-nı çıxa bilmirsən, L-dən bir vahid götürürsən. L-i bir vahid azaldıb onluq kimi baxırsan. Yəni 10 plus K-dan da, 10 plus M-dən də sən K-nı çıxanda yenə də K almısan. Deməli 10 plus M K-nın 2 mislini verməli idi sənə. Digər tərəfdən də sən bilirsən ki, M ilə K-nın cəmi də sənə 11 verir. Məsələn, sən bu ifadəni deməli alt-alta toplaya bilərdin.
fərqi yoxdur. Bu mənə əslində heç nə verir? Bu mənə nə verir uşaqlar? Bu ifadədən mən əslində k-nı tapa bilərəm. Necə tapa bilərəm? Məsələn, bu iki ifadənin tərəf-tərəfə çıxanda m-lər sıfıra gedəcək. 10 minus k bir də minus k bərabərdir k minus 11 alaram. Sonra 3k bərabər olacaq mənim üçün 21-ə. K nəyə bərabər olar? 7-yə. K 7-dirsə, deməli m də 4-dür ki, mən 14-dən 7-ni çıxanda yenə də 7 almalıyam da. Yəni sən bunu sistemə gətirmədən də şifahi həll edə bilərsən. Deməli, onun üstünə m gəlib, k-nı çıxanda k almalısan. Amma m ilə də k-nın cəmi 11 eləyir. Yəni cəmi 11 eləyən rəqəmlərə fikir versəydin 2 ilə 9. Amma 12-dən 9 çıxanda 9 qalmır. 3 ilə 8, 13-dən 8 çıxanda 8 qalmır. Amma 4 ilə 7 götürsəydin, 14-dən 7 çıxanda 7 qalır. Yəni, bu cür yanaşa bilərdin x-i tapmaqdan ötürü. Yəni, indi mən bunu sistemə gətirdim. Dedim ki, mən m-dən k-nı çıxa bilmirəm. 10 plus m-dən k-nı çıxıb k alıram. Birinci toplama ifadəsində də k ilə m-in cəmini 11 bilirəm. Və bu sistemi tərəf-tərəfə çıxanda bir-birindən aldım ki, m-lər sıfıra getdi. 10 minus k bərabər k minus 11. 3k 21, k 7-dir. Yerinə qoyduq. M də 4 oldu. Bu şəkildə də baxa bilərsən. İndi nəticədə bəllidir ki, bizim deməli m-imiz 4-dür. M-imiz 4-dür, k-mız da 7-dir. İndi mən eldən də deməli bir vahid götürmüşdüm. Ellər 1 idi. Bir vahid azaltmışdım. 0-dan 1-i çıxa bilmirdim. 7-dən bir vahid verdim sağa. Ondan 1 çıxıb 9 aldım. 7 yox, artıq k-nın yerində 6 qalır. 6-dan da 4 çıxıb 2 alıram. Yəni x da oldu 2. Yəni konkretdə tapa bilərdin. Sadəcə variantla da işləyə bilərdin ki, y 9-dursa, üzərinə x gəlib 9-dan böyük bir ədəd almalıyamsa, onda bu mütləq 11-dir. Bir dənə variant var. Müəllim, bunu mən misala belə baxdım ki, ikinci tərəfə. Biz demişdik ki, qaydaya əsasən 3 rəqəmli ədədin 10 tərsini çıxanda ortadakı 9, kənarlarda 9 olmalıdır da, yəni cəm 18. Aha. Digər misallarda, yəni 4-5 kimi götürmüşəm. Yəni burada da elə 4-5 kimi götürüb kənarları. Aha. Ona görə x-i 4 alıb, 13 cavab almışam. 13 də variantlarda olmadı deyənə dedim soruş. Ən pis halda belə eləyə bilərdin də. Yəni 4-5 götürdün, ödəmədisə, məsələn 3-6 götür, sonra 2-7. Yəni ən azı bunları yoxlayıb vəziyyətdən çıxmaq olardı. Şunlar aydındır, çox sağ ol. Aha, 92-dən sonra uşaqlar başqa nə sualınız var? 102, 98. Tamam. 98 nömrəli sualı da uşaqlar gəlin hasilə çevirək. Hasilə çevirmək lazımdır. Yəni biz KLK-nı KK-ya bölüb 2 rəqəmli ədəd almışıq da. Yəni bunları hasilə çevirəndə, yəni 2 dənə 2 rəqəmli ədədin hasili mənə KLK verir, 3 rəqəmli ədədi. İndi bundan əlavə belə bir şey fikirləşək də. Biz k-nı k-ya vurub k ilə bitən ədəd almışıq. Kvadratı özü ilə bitən rəqəmlərimiz hansı idi? 1, 5, 6. Kvadratı özü ilə bitən rəqəmlərimiz 1, 5, 6-dır. İndi mən k-ya 5 versəm 55-i 55-ə vuranda heç vaxt mənə məsələn 500 neçə verməz ki? 4 rəqəmli eləyir də bunları. 66-nı 66-ya vuranda yenə də mənə 600 neçə verməz ki? Təbii ki, bu k 1-dir ki, biz 11-i 11-ə vurmuşuq. 121 almışıq da. Elde oldu 2. K-da 1. Şu. Şəms, başa düşə bildin? Bəli, müəllim, başa düşdüm. Daha sonra 102 nömrəli sual soruşmuşsunuz. 102-yə baxırıq. Hə, baxaq da görək niyə 19 alırsan, Əzizə xanım.
Bu 102 nömrəli sualda sən nəyə fikir verməliydin? Toplama əməlidir. Deməli, C9-dur ki, 2 plus 9, 11 eləyir, yadda da 1 var. İndi A ilə B-nin cəmi də 9-dur ki, yadda da 1 var deyə 10, 0, 1 yadda. Yenə də bax, C 9-dur. Səbəb nə idi? 2 ilə C-nin cəmi 1 ilə bitirdi. Deməli, mən C ilə 2 ilə nəyi toplayanda 1 ilə bitəcək? 9-u. 11, 1 yadda. Sonra bura 0 düşürsə, A ilə B-nin cəmi heç vaxt 0 verməz ki. Deməli, 9 eləyib, yadda da bir 10. 0, 1 yadda. Yenə 9 plus 2, 11 yadda da bir 12. İndi sən A-nın B-ni hansı ədədlər olduğunu tapmağa məcbur deyilsən. Çünki A plus B-nin birbaşa cəmi lazımdır sana. O da 9-dur. C-də 9-dur. Cavab nə olacaq? 16. Ya 9 plus 9'da 9 plus 18 eləyir. 16 yox. Hə, davam edirik. 115'e kadar nə sualınız varsa qeyd eləyin inşallah. 115'e kadar 110 var. 110, tamam. 110. Müəllim, ondan əvvəl 109 var. Ona baxa bilərik zəhmət olmasa. Baxırıq 109'a. Hə, 109'da artıq sən əvəzləmədən istifadə etməliydin. Deməli, sən bir fikir verməliydin ki, burada da hər bir sütunda 2 dənə L var, 2 dənə K var, 2 dənə M var. Deməli, hər bir sütunun cəmi mənə eyni ədədi verməlidir. Baxırsan ki, əvvəli 1-dir, sonu 8-dirsə, deməli, bu ədəd 18 eləyir. Və bilirsən ki, 2 dənə K, 2 dənə L, 2 dənə M-in cəmi 18-dirsə, hər tərəfini 2-yə böləndə K, L, M-in cəminə 9 düşür. Sonra əvəzləmə aparmalıydın sən. K-nı olduğu kimi saxlayıb, L-in yerinə M plus 1 yazarsan, M-in yerinə də K plus 1 bərabər 9-a. İndi bir dənə M qalmışdı burada. Bu M-i də əvəzləsək K plus 1 ilə. K plus M, K plus 1 plus 1 plus K plus 1 bərabər 9. Nəticədə buradan 3K alırıq. 9-dan birləri çıxanda 6 qalır. K-nın özü olur 2. Aparıb yuxarıda yerinə yazırsan. K 2-dirsə 2 plus 1 eləyir M3. M3-dürsə 3 plus 1 elde olur 4. İndi 3 ilə 4-ün cəmi də bizə verir 7-ni. Aydındır. Bu qaydanı hər zaman tətbiq etmək olar. Çünki biz, məsələn, 6 nömrəli sual var idi, çoxdur, bir neçə dənə sual var ki, yəni həmişə mən burada artıq bir-bir ədədləri, rəqəmləri axtarmıram ki, bu hansı rəqəmdir falan. Qiymət vermirəm, vaxt itirmirəm. Bilirəm ki, hər sütunda eyni rəqəmlər var. Deməli, hər bir sütunun cəmi eyni ədəd eləməlidir və baxıram ki, 8 ilə bitir, 1 ilə 4 rəqəmli ədəd olsa belə, 4 rəqəmli ədəd olsun, amma sütunlardakı rəqəmlərə, hərflərə fikir ver də, eyni hərflərdirsə. Hətta 4 rəqəmli olanını belə yazmışıq. Məsələn, sən bunu belə də yaza bilərdin. Baxardın ki, onluqlar mərtəbəsində 2 dənə K var. Təkliklərdə də 2 dənə K var. Bu sənə 22K verir. Mərtəbə toplananları cəmi şəklində dedim yaza bilərsə. 22K, 22L, 22 dənə də M bərabər olacaq. Birbaşa 198 də yaza bilərsən. Sonra 22-yə böləndə M plus K plus M-i eləcə 9 alardın. Belə də yaza bilərdin. Türkan, bax sənin dediyi yazdım indi. Yəni 10K, KM-i 10K plus M kimi bir-bir yazmaqdansa, yəni nətər deyərlər, vaxt itirməkdənsə, birbaşa baxırsan ki, onluqlarda 2 dənə K var, təkliklərdə də 2 dənə K, 22K elədi. Onluqlarda 2 dənə L var, təkliklərdə 2 dənə L. Ümumiyyətlə, çox da riyaziləşdirmək istəmirəm deyə bu şəkildə deyirəm bunun həllini. Nəticədə yenə də sən 198-i 20-yə bölüb K plus M plus L-in cəmini 9 alardın, amma yenə də sağdakı əvəzləmələri aparmalıydın. Tərif kimi onu deyə bilərəm ki, deməli, ədədləri toplayanda sütunlardakı
sütunlardakı rəqəmlər, hərflər eynidirsə, hər bir sütunun cəmi eyni ədədə bərabər ola bilər. Yəni bunu bir tərif kimi yəni belə yadda saxlaya bilərsən. Hər bir sütundakı toplananlar eynidirsə, onda onların hər birinin cəmi eyni ədədi verəcək bizə. Müəllim, mən burada KLM9 bura qədər başa düşdüm, amma ondan sonraki altını necə aldı? Orada Hə, məsələn bax, Nərgiz, Şəms müəllim. Şəms, Nərgiz də soruşmuşdu, altını necə aldınız? Mən dedim ki, L nəyə bərabərdir? M plus 1-ə. Bəs M nəyə bərabərdir? K plus 1-ə. İndi mən dedim ki, K plus L plus M 9-dur. K-nı olduğu kimi saxladım. Amma L-in əvəzinə M plus 1 yazdım. M-in əvəzinə də K plus 1 yazdım. Sonra yenidən orada bir M qalmışdı. Həmən M-in əvəzinə də K plus 1 yazdım. Və bu ifadəni ümumilikdə K-lara gətirib çıxartdım. K-lardan asılı bir dəyişənlik təyinli yaransın. 3 dənə 1 var. 3 dənə də K var. Bərabər bu cəm 9-a. 3K bərabərdir 9-dan o 3 dənə 1-i çıxdıq, 6 qaldı. K da bərabərdir deməli 2-yə. İndi başa düşə bildiniz hardan aldım 6-nı? Bəli müəllim, başa düşdüm. Çox sağ ol. Sonra uşaqlar qeyd eləmişdiniz 19-u. 19-a qədər nə sual var? 119-a qədər. 115, tamam. 115 olsun. 115. Məsələn, baxın, 4 rəqəmli ədəd soruşdunuz. Uşaqlar, dediniz ki, 4 rəqəmli ədəd olsa bəs. Məsələn, 118 göz qabağındadır. Hər bir sütunda baxırsınız ki, N, K, L, M. Yenə də ikinci sütun N, K, L, M. Yenə də N, K, L, M. Hər bir sütunda N, K, L, M toplayıram. Deməli, bu cəm 26 eləyir ki, hər birində 6, 2 yadda. 26 plus 2, 28, 8, 2 yadda. 26 plus 2, 28, 8, 2 yadda. 26 plus 2, 28. Neçə oldu? 2 oldu. 110, Suğra xanım, 110. Baxaq. Deməli, uşaqlar, burada nəyə fikir verməliydiniz? 2L 1K'nın cəmi 0 verir. 2K 1L'in cəmi də nə verir? Deməli, 11 verir. Baxın, yenə də deyirəm. Bizə bu 3 dənə rəqəmin cəmi heç vaxt 0 verə bilməz. Bu 3 dənə rəqəmin cəmi deməli mənə 10 veribdir. 2L plus K eləyir 10. Və 0 1 yadda. Deməli, 2K bir dənə L'in cəmi də 11 eləyib ki, 2K bir L'in cəmi də mənə 11 verib ki, yadda da 1 vardı, yazmışam bura 12. İndi nəticədə belə bir sistem aldıq. 2L plus K 10'dur, 2K plus L də 11'dir. İndi biz bunları deməli alt-alta toplasaq, alt-alta topladığımız halda 3K plus 3L 21'dir. K plus L neçədir uşaqlar? K plus L bizə verəcək 21'i 3'ə böləndə 7. O da hər şey aydındır. Yəni mən bu ikisini alt-alta toplayanda 3K plus 3L bərabər olur 21'ə. K plus L də bərabərdir 21'i 3'ə böləndə 7'yə. İndi uşaqlar K plus L'imiz 7'dirsə, onda L'in özü 3 olmalıdır ki, cəm bizə 10'u versin. L 3'dürsə, onda K'nın özü də 4'dür. 3'ü 4'ə vurub, 2'ni də L'ə vurub, deməli 12'dən çıxmalıydıq 6'nı, orada qalmalıydı, yenə də 6. Və yaxud da 2L plus K bərabərdir 10 ifadəsi, bir də 2K plus L bərabər 11 ifadəsini biz hansısa bir ədədlərə vurub, ümumiyyətlə sistem təyinliyi ya əvəzləmə ilə həll etməliyik, ya da toplama üsulu ilə. Yəni, məsələn, mən burada sırf K-ları yox eləməyim üçün ikinci hissəni, yəni yuxarıdakı sətiri mənfi 2'yə vurub toplaya bilərdim ki, 2K var, K-nı da mənfi 2'yə vuranda mənfi 2K olsun, toplayanda K-lar getsin, L qalsın, L-i birbaşa tapın.
Ya da əvəzləmə eləyə bilərdik. Məsələn, yuxarıdakı ifadədə k bərabər 10 çıx 2l, aşağıdakı ifadədə k-nın əvəzinə 2 vurulsun, k-nın əvəzində 10 çıx 2l plus l 11. L-i tapardım buradan. Yuxarıda aparıb yerinə qoyub k-nı tapardım. Yəni sistem tənlik kimi k və l-i rahat şəkildə tapa bilərdiniz. Ya da eləcə alt-alta topladıq. K ilə l-in cəmi 7-dir. K ilə l-in cəmi 7-dirsə, onda toplam olaraq 10 eləməsi üçün bu cəmin l-də 3 olmalıdır. K plus l 7-dir. Üstünə k gəlib 11 almağımız üçün k-da 4 olmalıdır və s. 115-ə qədər sualınız yoxdursa, 115-i izah edirəm. Hə, uşaqlar. Baxın, 115-də də artıq heç bir qiymət verməyə falan ehtiyac yoxdur. Niyə? Çünki bayaqları bir qayda dedim. Dedim ki, toplananlardan əgər biri cəmdə yaranırsa, yerdə qalanların cəmi 9 ya da 10 eləyər. Toplananlardan əgər biri cəmdə yaranıbsa, digərlərinin cəmi 9 ya da 10 eləməlidir. Dedik ki, əgər sağdan yadda bir qalırsa, o cəm 9 eləyəcək, qalmırsa 10 eləyəcək. Məsələn, baxıram ki, sağdakı sütunda L plus M plus N-in cəmi mənə N veribsə, onda L ilə M-in cəmi 10 olar. Niyə? Çünki sağdan yadda heç nə qalmır. Bu sonuncu sütundur. Amma buradan artıq bilirəm ki, L plus M 10 eləyib, üstünə N gəlib, N-i yazıram bir yadda. İndi bu sütundan cəmdə bir qalıbsa, yadda bir qalıbsa, onda deməli K, L, M-in cəmindən M alıramsa cəmdə, K ilə L-in cəmi 9-dur. Yadda da 1 var, 10. Üstünə də M gəlirəm, yazıram 10, M. İndi buradan artıq məndən K plus L-in cəmini soruşur, 9-dur. L ilə M-in cəmini soruşur, 10-dur. Özümdən heç qiymət vermədim. Bu cəmi aldım, 109. Başa düşə bildiniz? Müəllim, mən başa düşmədim. Kim başa düşmədi? Şəms müəllim. Bəli. Hə, bax bir də deyirəm Şəms. Yəni bax burada görürsən ki, bu toplananların birinci sütunda və yaxud belə sağdan baxıram da, L plus M plus N sənə cəmdə N-in özünü verir. Hə, ya yox? N var mənim, bəli, N verir. Hə, N verdi də, yəni L, M, N-in cəmi mənə cəmdə N-i verdi. Deməli, L ilə M-in cəmi 10-dur ki, üstünə N gəlmişəm, bura düşüb N, yadda da qalıb 1. Onda N-imiz 1 olur. N-imiz 1 olmur. N-in qiymətini bilmirəm mən. Sadəcə L, M, N-in cəmindən yenə də N alınıbsa, onda L ilə M-in cəmi 10-dur. Üstünə N-i gəlib, N yazmısan, yadda da 1 qalıb. İndi bildin ki, L ilə M-in cəmi 10-dur. Yəni bilmirəm, yəni rəqəmlər neçədir, amma bu cəm 10-dur. Amma buradan yadda 1 qalıb deyə, baxın, K, L, M-in cəmindən də M alınıbmı? Bəli. Onda deməli K ilə L-in cəmi 9-dur. Çünki sağ tərəfdən də yadda 1 var, eləyir 10. Üstünə M gələndə bura yazırıq M-i. Burada 1-i. Başa düşdün? Yəni bir qayda olaraq yadda saxlayın. Əgər tutaq ki, bir 3 dənə, 4 dənə rəqəm toplanılırsa, o rəqəmlərdən biri cəmdə yaranıbsa, yerdə qalan rəqəmlərin cəmi ya 9 eləyəcək, ya da 10 eləyəcək. Sağda əgər bir yadda qalırsa, deməli o yerdə qalanlarının cəmi 9-dur. Sağ tərəfdən yadda bir qalmırsa, deməli o yerdə qalanlarının cəmi 10-dur. Məsələn, mən burada sağ tərəfi toplayanda dedim ki, axı sağ tərəfdə bunların da sağında heç bir toplanan yoxdur, axı yadda bir qalsın. Ona görə L ilə M-in cəminə birbaşa 10 dedim. 10-dur ki, üstünə N gəlmisən. Burada cəmdə yaranıb N, yadda da 1. Amma buradan yadda 1 qalır deyə K ilə L-in cəmi 9 eləməlidir. Yadda da 1 var, 10. Üstünə də M gələndə yazırsan 10, M.
İndi K ilə L-in cəmi 9, L ilə M-in cəmi 10 elədi. Burada sağ tərəfdəki ifadədə yerinə yazdıq. Cavab oldu 109. Aydındır burası? Bəli, müəllim, aydındır. Hı Çox -hı, sağ olun. buyurun. Mesela 119'a kadar kimin sual var? 118'i tekrar başa salım. Tamam. 118'de biz dedik ki her bir sütunda hansı rəqəmlər var? Her bir sütunda K, L, M, N var. Yani ben baxıram ki burada da N, K, L, M toplanılır. Burada da N, K, L, M toplanılır. Burada da N, K, L, M toplanılır. Burada da L, K, N, M toplanılır. Dedik ki hər bir sütundakı toplanan rəqəmlər eyni rəqəmlərdir. Onda bu sütunların hər birinin cəmi mənə eyni ədədi verməlidir. İndi baxıram ki, burada sonda 6 yaranıb. Amma ikincidə cəmdə 8 yaranıb. Deməli, bu hər bir sütunun cəmi 26 eləyir ki, və burada yazırsan 6, 2 yadda. Bu sütunda 26, o da yadda da 2 var deyə olur 28, 8, 2 yadda. Bu sütun üzrə də cəm 26, yadda da 2, 28, 8, 2 yadda. İndi birinci sütun üzrə də cəm 26 eləyib, yadda da 2 var deyə olur 28. Səndən də eri soruşurdu. Deməli, er 2'dir. Aycun başa düşə bildin? Bəli, mənim çox sağ olun. Buyur. Məsələn, 119 nömrəli sualı soruşmusunuz. Yenə də eyni vəziyyət. Uşaqlar, baxın, ən son 3 dənə, deməli, hər bir ədədin 3 rəqəmi var da. Yəni, 3 dənə 3 rəqəmli ədəd toplayıram mən. Yəni, alt-alta hər dəfə 3 dənə rəqəm toplanılır. Məsələn, L, 3, K-nın cəmindən mən K almışamsa, deməli, L ilə 3-ün cəmi mənə 10 verməlidir. Çünki sağdan yadda bir qalmır artıq burada. L ilə 3-ün cəmi 10 eləməlidir ki, üstünə də K-nı gələndə yazım K 1 yadda. Deməli, L 7-dir ki, 3 ilə toplayanda cəmini alıram 10. İndi K-nı yazdıq 1 yadda. İndi buradan yadda bir qalıbsa, deməli, K ilə də 5-in cəmi 9 eləməlidir. Yadda 1 var, eləyir 10. Üstünə də K-nı gəlib, yazıram bura K 1 yadda. Və nəticədə, indi bizim burada 2 ilə K ilə L-in cəmindən yenə də K yaranır. Deməli, həqiqətən də 2 ilə L-in cəmi 9 olmalıdır ki, yadda da 1 var, 10 eləsin, üstünə K-nı gəlib burada K yazaq. Yəni, onsuz biz L-in 7 olduğunu bilirdik. Yenə də 7 plus 2, 9, yadda da bir 10, üstünə də K-nı gəlib K yazmışam bura. İndi biz dedik ki, 5 ilə K-nın cəmi 9 eləməlidirsə, onda K 4-dür. L-də 7-dir, toplam cəmdə 11-dir. Yəni, siz burada mütləq yadda saxlamalısınız. Toplananlardan biri cəmdə yaranıbsa, digər ikisinin cəmi 9 olmalıdır ya da 10 olmalıdır. Məsələn, ən sağdakı sütunda dedik ki, artıq onun da sağ tərəfindən yadda bir qalmır deyə 10 eləməlidir. Amma ondan sonraki sütunlarda dedik ki, K ilə 5-in cəmi 9 eləməlidir. Çünki sağ tərəfdən də yadda bir qalıbdır. Uşaqlar, növbəti sualımız 120.
Deməli, uşaqlar, davam edirik. Baxın, bizdən 120 nömrəli sual soruşulmuşdu. 120. Yenə də burada fərq əməli var. Artıq burada nəyə fikir vermək lazımdır? Uşaqlar, baxın, mən K-dan K-nı çıxıb birbaşa 0 almışam. Bu o deməkdir ki, L-dən də K-nı çıxa bilirəm. Deməli, L K-dan böyükdür. L K-dan böyükdür ki, mən ondan əvvəlki K-dan heç nə götürmədim. K-dan elə K-nı çıxdım, 0 alındı. Deməli, L çıx K-da M-i veribdir. Yaxşı, mənə deyə bilərsiniz, bəs L K-dan neçə vahid böyükdür? Mən deyirəm ki, 1 vahid böyükdür. Elə M-in özü 1-dir. Buna səbəb də bilirsiniz nədir? Mən K-dan L-i çıxıb 9 alıramsa, bu o deməkdir ki, L K-dan 1 vahid böyükdür ki, K-dan L-i çıxanda mən mənfi 1 alardım. 6-nı 1 vahid azaldıram. 10 üstəgəl K-dan L-i çıxıram və K çıx L mənə mənfi 1 verəcəkdi. 10 plus mənfi 1-dən 9 aldım. Yəni, bunu da yadda saxlayın ki, uşaqlar, əgər fərqdə 9 alınırsa, deməli, çıxılan azalandan 1 vahid böyükdür. Əgər fərqdə 8 alınırsa, deməli, çıxılan azalandan 2 vahid böyükdür. Əgər məsələn K çıx L mənə 7 versəydi, təbii ki, K L-dən kiçikdirsə, K-dan L-i çıxıb 7 alıramsa, onda deməli K L-dən 3 vahid kiçikdir. Yəni buna fikir verin. Nə bilim 6 alsaydım 4 vahid kiçikdir. 5 alsaydım 5 vahid kiçikdir. İndi ona görə dedim ki, K çıx L mənə 9 veribsə, deməli L K-dan 1 vahid böyükdür. Ona görə L-dən də K-nı çıxanda 1 alırıq. M-in birbaşa qiyməti 1 olur. Başa düşə bildiniz uşaqlar? Aycun xanım, başa düşə bildin bunu? Əla. Başqa kimin sualı qaldı uşaqlar? Əgər sualınız yoxdursa, sizə yeni mövzu izah edəcəm. Müəllim, mən bir sual vermək istəyirəm. Bu Buyur. 116 tip suallarda Hı -hı. həmişə istədiyimiz rəqəmləri qoyub elə ala bilərik. Hansı Yoxsa bunun bir tip qısa yolu sualda? varmı? 116. Bunun bir qısa yolu var ki, bütün rəqəmləri yoxlamadan, yəni eyni hərflərdən ibarətdir də. K, K, L, 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 M, M. Bir dəqiqə. 116-da. Bəli, cavabı tapmışam tapmağını, amma rəqəmləri Hə. qoyaraq tapmışam. Aha, yəni burada birincisi heç ehtiyac yoxdur axı. 4 rəqəmli ədəddən tərsini çıxanda nə alınmalıydı? Ha, yenə burada tərsinədir. Bəli, 4 rəqəmli 10, ədəddən tərsini çıxanda rəqəm cəmi 18 eləyən ədəd 18. alınmalıydı. Bu da bir dənə A variantında ödəyir də, rəqəmləri cəmi 18 olan ədəd. Bəs müəllim, elə bir sual ola bilərmi ki, hərflər tamamilə fərqlidir, yəni eyni rəqəmin Yox, tərsinəsi qoy yox. sualı cavablandırım. Məsələn, sən burada 116 nömrəli sualda K-ya elə M-ə yəni K-ya elə M-ə yox. Sən K-ya istədiyin qiyməti versən, L, M, N ona uyğun bir qiymət alınar, elə deyil? Bəli. Yəni sənə burada N-in, M-in, L-in aldığı qiymətlər K-ya verdiyin qiymətdən asılıdır. Ona görə deyirəm ki, yəni sən K-ya istədiyin qiyməti versən, İstədiyin qiyməti deyəndə ki, təbii ki, sən bilirsən ki, L-dən 4 çıxıb M almısan. Deməli, K-ya elə bir qiymət verməlisən ki, L-in 4-dən özü böyük. 4-dən böyük ədəd alınsın. Məsələn, sən K-ya 2, 1 verə bilməzsən, ən azı K-ya 3 verməlisən, elə deyil? Amma Bəli, 3-dən 3 alınmadı. və 3-dən böyük istənilən qiymət versən, nəticəni sən eyni ədəd alarsan. Çünki sən K-dan elə gələnə qədər 2 vahid artırmısan. K-nı 2 vahid artırıb L almısan, artıq bilirsən ki, L K-dan 2 vahid böyükdür. Amma L-dən 4 çıxanda M almısan. Deməli, buradan da bilməlisən ki, M K-dan 2 vahid kiçikdir. Çünki L K-dan 2 vahid böyükdür, 4 çıxanda da M K-dan 2 vahid kiçik olur. Və M-in üstünə 1 gələndə də N alırsan, deməli, N də K-dan 1 vahid böyük kiçikdir. Alo?
Hə, indi yəni deməyim odur ki, burada sənin üçün K-nın qiyməti tutaq ki, 2-dən böyük istənilən ədəd olsa, fərqi eyni ədəd alarsan. Çünki bu riyazi olaraq L, M, N onu K-ya verdiyin qiymətdən asılı olaraq alınır. Aydındır? Bəli, mənim aydındır. Buyur. Çox sağ olun. Hə, uşaqlar, başqa bir sualınız yoxdursa, yeni mövzuya keçək. 110. Hə, əla. Mənim 140 tipli suallar düşmür elə. Uşaqlar 140, 142, 140, 142 tipli suallar, yəni orada sənə düşməz. Yəni 140-ı bilmirəm, amma 142 yadımdadır. Yəni düşsə belə yenə də qiymət verib vəziyyətdən çıxmaq olur. Sən yenə də deyirəm, məsələn 142 tipli sual bayaq da işlədik. Hansı ki, mərtəbə toplananların cəmi şəklində göstərmək falan kimi yollardan istifadə eləyərsən. Hə, 142 biraz çətin sualdır, bu ağır sualdır. Yəni vaxt aparan sualdır. Amma yəni kimin vaxtı varsa özü üçün bunun davamını işləyə bilər, sualı soruşa bilərsiniz, vaxtım olduqca cavab yazaram sizə. Amma yəni 120-yə kimi işləmək kifayət eləyir. Amma 140 nömrəli sualı soruşursan. Axı 140 nömrəli sualda heç bir problem yoxdur. Yəni 140 nömrəli sualdan çətinlərini 74-75 qat-qat bundan çətindir. Yəni sən görürsən ki, burada bu cəmdə 0 yaranıb. Deməli sənin burada sonuncu rəqəmin 0 olub ki, düşüb bura 0. Və sən fikirləşirsən ki, buradakı rəqəm neçədir ki, mən 6-ya vuranda 0-la bitən ədəd alıram. Nəyi 6-ya vuranda 0-la bitən ədəd alarsan? 5. Şu, deməli sənin bu rəqəmin 5 olub ki, 6-ya vurmusan 0, 3 yadda. 5-i 2-yə vurmusan 10 eləyib, üstünə də 3 gəlmişsən 13, 3, 1 yadda. İndi mən bunun birinci rəqəmini bilmirəm. Amma təsəvvür elə ki, bunun birinci rəqəmi 2 ola bilərdi. 2-dən böyük, 2 və 2-dən böyük ola bilməz axı. Sən 5-i 2-yə vuranda 10 eləyər. Üstünə də yadda 1 qalıbdır. 1 gələndə 11 eləyər. Onda 4 rəqəmli ədəd almalıydın axı sən. Deməli, Amma burada 3.3 rəqəmli olmalı. Bəli, deməli sənin üçün birinci rəqəm 1-dir ki, 5-i də 1-ə vurub üstünə 1 gəldin, oldu bu ədəd 630. Hə, indi toplayıb, Başa düşdüm. 3 ilə nəyi toplayıb 7 alarsan? 4 olacaq orada. İndi buradan yadda heç nə qalmır. Deməli, 6 ilə də 0-ı toplayıb, 6 Yuxarıdakı almışsan. nöqtə 4-dür ya da 9-dur. Hə, bəli, çünki sən nəyi 6-ya vuranda 4 ilə bitən ədəd alırsan? 9 olmaz. Çünki 9-u 126-ya vuranda yenə 4 rəqəmli ədəd alınır. Burada 3 nöqtə varsa, deməli bu 4-dür ki, 4 6-nın 24, 4 2 yadda, 4 2-nin 8, o da 2, 10, 0, 1 yadda, 4 1-in 4, o da 1, 5. elədi 5. Deməli bizim K-mız 5-dir. O birisi ədəd nə idi? L. L də 6. 5 ilə 6-nın cəmi də elədi 11. Aydındır. Yaxşı, soruşmuşam, bir dənə 142-ni də deyim uşaqlar. Biraz yeni mövzuya vaxtımız qalsın deyə tələsirəm. Hə, bu 142 tipli suallarda yenə də sən şifahi fikirləşməliydin ki, mən 14-ü CA-ya vurub üstünə 3 gələndə ACA almalıyam. Yəni, nə demək istəyirəm? Siz bu natamam bölmə əməlidir. Natamam bölmədə bölünəni tapmaq üçün qisməti vurmalısınız bölənə. Yəni, 14 vurulsun CA, üstünə gəlməliydin qalığı. İndi sən 14-ü CA-ya vurub üstünə 3 gələndə A ilə bitən ədədin özünü almalısan. Yəni, nəticə nədir? Mən 14-ü A-ya vuranda, yəni 4-ü A-ya vuranda son rəqəm nə alınırsa 4 vur A-dan alınır da. Onun üstünə də 3-ü gəlib, yenə də A-nı almalıyam. Qısası belə fikirləş. 4-ü A-ya vurub, üzərinə 3 gələndə yenə də A-nı verməlidir mənə. 1-dən 9-a qədər ədədləri yoxla da. Gör, hansı rəqəmi A-ya vurub üstünə 4 gələndə yenə də hansı ədədi 4-ə vurub üstünə 3 gələndə yenə həmən ədədin özü alınır. Bu yalnız 9-da ödəyir ki, 4 vur 9, 36, üstünə 3 gələndə yenə də 9 alasan. Amma bunu mərtəbə toplananlarının cəmi şəklində də yaza bilərdin. Yəni, ACA bərabər 14 vurulsun, CA plus 3. İndi nəticə olaraq, sən ACA-nı mərtəbə toplananları cəmi şəklində yazanda, bu vəziyyətdə olacaqdır. 100A
üstə gələk 10C, bir də üstə gələk A bərabər olur. CA-nı da 10C plus A kimi yazıb 14'ə vuranda 140C plus A plus 3. İndi 100A ilə A-nı toplayıb 101A. 101A-dan da 14A-nı çıxsan, sağ tərəfdə dedik ki, C-A-nı 10C plus A kimi yazıb 14'ə vuranda 140C plus 14A plus 3 alınır. Sol tərəfdə 101A, sağ tərəfdə 14A. 101-dən 14A-nı çıxanda qalır 87A bərabərdir. 140C-dən də soldakı 10C-ni çıxanda 130C. Plus 3. İndi siz 130'u C'ye vuranda sonu 0 ilə bitən ədəd alınır. 130'u C'ye vuranda sonu 0 ilə bitər. Üzərinə 3 də gələndə sonu 3 ilə bitən ədəd alınır. Yəni 130G plus 3 sonu 0 ilə bitən, sonu 3 ilə bitən ədəddir. Və bu da 87 vur A-ya bərabərdirsə, deməli A-nı siz 87'ye vuranda 0 ilə bitən 3 ilə bitən ədəd almalısınız. A da 9 olmalıdır ki, 7'ye vuranda 63 eləsin. Yəni 3 ilə bitsin. Gelirsən? Neçədə bitər olmalı? Heç nə. Bilmirəm. Mən orada gedəndə kimsə olsa, heç nə. Olmasa bağlı. Heç bir problem yoxdur. Yaxşı yol sənə. Hə. Uşaqlar, başqa bir sualınız varmı? Yoxdur da yoxdur. Vacib işim yoxdur. Sadəcə Müəllim, dərsdən buyurun. əlavədir, amma soruşacağım. Bugün mən oxudum xəbərlərdə, deyir dövlət qulluğuna qəbul, o 2 dənə aşağı bir xarici nümayəndəlik, bir də bu icra hakimiyyətə istisna olmaqla digər yerə ancaq müsahibə ilə olasıdır. Yəni day biz məntiq və s. o imtahan olmayasıdır, onu bilmədim. Bəlkə dedim siz bilərsiniz. Yox, dövlət qulluğu imtahanı yox. Yəni elə bir şey oxumamışam. Yəni sənin deməyin belədir ki, bir-iki yerdən başqa ancaq müsahibəyə girməlisən də, imtahana Bəli, bəli, girməlisən. bəli. Yox, onu inanmıram elə bir şey eləsinlər. Onu o xəbəri nə vaxt oxudun sən? Bu gün günorta oxumuşdum. Atarsan da bir dənə mənə o xəbəri. Yəni onu yalan deyərəm sənə, Yaxşı. qarşıma çıxmayıb o xəbər. Amma Tamam. belə də ki, dövlət qulluğu imtahanına girib sertifikat alırsan, sertifikat da 5 il qüvvədə olur. Həmən 5 il ərzində deməli müsahibəyə çıxan vakansiyalara müraciət edib müsahibələrə getməlisən. Belə proses belədir. Deməli belə yeni mövzumuz şəkil əlaqələri mövzusu olacaq. Asan bir mövzudur. Mövzuda problem olmayacaq sizin üçün. Deməli